Prezident yanında qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurası, Mətbuat Şurası ilə birlikdə COVID-19 pandemiyası ilə mübarizədə QHT media əməkdaşlığının gücləndirilməsi həsr olunan onlayn konfrans keçirib. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, belə bir həssas dönəmdə QHT ilə mətbuat arasında maksimum səfərbərlik əldə olunub. Mətbuat nümayəndələri onsuz da bunları bilirlər. Ancaq yenə də bəziləri var ki, bu prosesə laqeyd yanaşırlar. Bugünkü bu gedən hadisələri mahiyyətən tam şəkildə vara bilmirlər. Mən istərdim ki, bugün bizim konferans həm də bu baxımdan faydalı olsun, fikir mübadiləsi aparaq, insanların bilmədiyi məsələlər varsa bu barədə biz öz fikirlərimizi bildirək və düşünürəm ki, bir daha o fikrə qayıdıram ki, bugün Azərbaycanda həmrəylik tam şəkildə bərqərar olunub. Bugün Azərbaycan cəmiyyəti, vətəndaş cəmiyyəti, dövlətin prezidenti ətrafında çıxış şəkildə birləşibdir. Bugün biz bunu ona görə təkcə etmirik ki, biz prezidentimizi çox sevirik. Bizim prezidentimizin bugün həyata keçirdiyi işlə xalqın, millətin mənafeyinə istiqamətlənir. Biz bunu həm də ona görə edirik ki, bunu biz özümüzün vətəndaş borcumuzu hesab edirik. Çünki Azərbaycanın bugün müstəqilliyi, Azərbaycanın təhlükəsizliyi, Azərbaycanın inkişafı təkcə hakimiyyətə lazım deyil. Bu hər birimizə lazımdır. Azərbaycan xalqının bütövlükdə güclənməsi üçün lazımdır da biz də xalqın cəmiyyətinin aparıcı ünsürləri olaraq heç şübhəsiz ki, bu məsələ deməli laqeyd qalmırıq və qalmamalıdır. Mən fürsətdən istifadə edib qeyri-hökumət təşkilatlarına xüsusilə təşəkkür bildirmək istəyirəm ki, bizim bütün çağırışlarımıza çox effektiv, çox təsirli reaksiya verdilər, vaxtında reaksiya verdilər. Bugün bizim Real TV ilə həyata keçirdiyimiz Evdə Qal Cəmiyyəti Qoru kampaniyasında çox aktiv iştirak edirlər. Biz onlarla monitoring işlərini həyata keçirmiş Real TV ilə birlikdə. Eyni zamanda Evdə Qalaq, Bilgi Alaq kampaniyası çox uğurlu həyata keçirilir. Bu kampaniya çərçivəsində bilirsiniz ki, vətəndaşlar biz müxtəlif proqramlar təklif edirik ki, onlar evdə həm məlumatlansınlar, həm müəyyən mənada vaxtlarını daha səmərəli keçirsinlər. Mətbuat Şurasının sədri Əflatun Amaşov isə bildirib ki, pandemiya dövründə kütlə informasiya vasitələrinin nümayəndələri kifayət qədər ekstremal şəraitdə işləsələr də, maksimum dərəcədə cəmiyyətə düzgün informasiya çatdırmağa çalışırlar. İstər media sektoru, istər qeyri-hökumət sektoru koronavirus pandemiyasına qarşı mübarizədə kifayət qədər işlər görüblər və mən elə bilirəm ki, öz missiyalarını layiqincə yerinə yetirə bilirlər. QHT-lərə Dövlət Dəstəyi Şurasının rəhbərliyi ilə Azərbaycanda fəaliyyət göstərən QHT-lər kifayət qədər aktivdir. İstər vətəndaşların maariflənməsində, istər yardımların edilməsində və sahibkarlarla ayrı-ayrı insanların əlaqələrinin yaranmasında görünür ki, çox aktivdirlər. Eyni zamanda koronavirusla mübarizə dəstək fondunun yardım edilməsində də qeyri-hökumət təşkilatları kifayət qədər aktivdir və bu vaxta qədər 100-dən çox QHT həmin fonda özünün yardımını edibdir. Və bütün bunlara görə mən QHT-lərə öz təşəkkürümü bildirirəm. Sonda QHT-lərlə media nümayəndələrinin Prezident İlham Əliyevə müraciət oxunub. Möhtərəm cənab Prezident, bugün biz bəşəriyyətin bənzəri olmayan ən böyük böhran və sınaqla üzləşdiyi çətin dönəmdə dünyada koronavirus pandemiyasının tuğyan etdiyi bir vaxtda QHT sektorunun təmsilçiləri və media nümayəndələri olaraq vicdanımızın səsi və böyük vətəndaş məsuliyyət hissi ilə sizə müraciət edirik. İntensiv mübarizə aparılmasına baxmayaraq, dünyanın bir sıra yerlərində, o cümlədən inkişaf etmiş Avropa ölkələrində hər gün yüzlərlə insan bu dəhşətli xəstəliyin qurbanına çevrilir. Lakin koronavirus infeksiyasının qlobal təhlükəyə çevrilməyə başladığı ilk vaxtdan etibarən sizin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın qəbul etdiyi tarixi qərarlar pandemiyanın ölkəmizdə geniş yayılaraq kütləvi insan ölümünə səbəb olmasının qarşısını aldı.